Xeyir olsun uşaqlar. İndi sizinlə 6-cı sinif təbiət dərsliyinin ikinci hissəsinin mövzusu olan səslər bir-birindən necə fərqlənir mövzusunun öyrəndiklərinizi tətbiq edin və öyrəndiklərinizi yoxlayın hissəsindəki tapşırıqlara baxacağıq. Amma dərsə keçid etməzdən əvvəl onu nəzərinizə çatdırmaq istərdim ki, bu kimi mövzuların davamlı şəkildə izahını istəyirsinizsə, kanala abunə olmağı, eyni zamanda videonu da bəyənməyi unutmayın. Eyni zamanda uşaqlar fikir və təkliflərinizi də rəy bölməsinə yazaraq mənimlə bölüşə bilərsiniz. Əvvəlcə, mövzunun öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları keçməzdən əvvəl bir sıra önəmli faktlar var ki, mən onu sizinlə bölüşmək istəyirəm ki, monitorinq suallarında sizin qarşınıza çıxa bilər. Deməli, uşaqlar, biz bilirik ki, artıq mövzu izahından bilirik ki, tezliyin vahidi, tezlik, hertzdir, amma gürlüğün vahidi desibeldir. Və eyni zamanda kamertonun burada çıxartdığı səs dalğaların tezliyinə baxmış olsaq, kamertonun qolları 1 saniyədə 4 dəfə rəqs hərəkət edib. Baxın, 1, 2, 3, 4. Yəni 1 saniyədə 4 rəqsi hərəkət edibsə, bu o deməkdir ki, birinci kamertonun tezliyi 4 Hzdir. O zaman yazırıq 4 Hz. Əgər bunu ikinci kamertonla müqayisə etsək, burada fikir verərək ki, qolların rəqsi hərəkəti 1 saniyədə 2 dəfə təkrarlanır. Baxın, 1, 2. Bu o deməkdir ki, bu kamertonun tezliyi 2 Hz-ə bərabərdir. Və uşaqlar, bunu da nəzərinizə çatdıraq ki, burada zərrəciklərin sıx şəkildə yerləşdiyi yerə sıxlaşmalar, bax bu hissəyə sıxlaşmalar, seyrək şəkildə olduğu yerə isə seyrəkləşmə deyilir. Demək ki, sıxlaşmaların və ya da seyrəkləşmələrin təkrarlanması səs dalğasını artıq formalaşdırmış olmuş olur. Daha sonra indi keçək uşaqlar sizinlə öyrəndiklərinizi tətbiq edin hissəsinə. Baxın, biraz əvvəl dediyim, bax bu hissədə səs dalğasına, kamertonun çıxartdığı səs dalğasına fikir versək, bax bu hissələrin təkrarlanmasına görə biz bildik ki, məsələn, birinci 4 Hz-li idi, ikinci isə 2 Hz-li səs dalğası idi. İndi bizdən öyrəndiklərinizi tətbiq edin hissəsində deyir ki, dəftərinizdə şəkildəki səsdən daha yüksək tezliyə malik olan səsin yayılmasının sxemini çəkin. Sxem üzərində seyrəkləşmə və sıxlaşmaların, həmçinin səsin yayılma istiqamətini göstərin. Hansı halda seyrəkləşmə və sıxlaşma arasındakı məsafə daha qısadır? Sizcə nə üçün? Deməli, uşaqlar, siz çəkərsiniz ayrı şəkildə kamertonu. Mən bunun üzərində göstərəcəm. Elə mavi rənglə göstərim ki, problem yaranmasın. Deməli, yuxarıda bunu çəkdikdən sonra aşağıda indi mənim sizinlə göstərdiyimi çəkə bilərsiniz. Daha çox tezliyə malik olan səs dalğası çəkməyimiz üçün demək ki, sıxlaşmaların sayını biz artırmış olacaq. Artıraq o zaman. Demək ki, biz burada sıxlaşmaların sayını artırsaq, birinci, demək ki, fikir verin, əvvəlcə bizim sıxlaşmamızın sayı nə qədər idi? 1, 2, 3, 4, 5. Demək ki, tezliyimiz nu bərabərdir 5 Hz idi. İndi siz nu hərfini hələ ki keçməmisiniz. Tezlik nu hərfinə işarə olunur. Ya da nu-nu yazmayayım, hələ ki keçməmisiniz. O zaman yazım tezlik. Birinci halda tezlik 5 Hz idi. İndi ikinci halı çəkirəm. Artıq sıxlaşmaların çox olduğu halı. Mən burada birinci sıxlaşmamı çəkdim. İkinci sıxlaşmanı da çəkdikdə bax burada müəyyənləşdiririk. Bax burada da növbəti sıxlaşmanı və burada da növbəti sıxlaşmanı çəkdik. İndi fikir verin, mən əgər bu dalğanın tezliyini müəyyənləşdirmək istəsəm, yenidən hesablayaq. Tezlikləri sayırıq uşaqlar. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9. Və burada birini də çəkməliydim. Qoy onu da çəkim. Qalmasın.
Bax, burada sıxlaşmanı da davam etdirsək, 10-cu sıxlaşmanı çəkmiş olaraq. Çəkməsəydik 9 Hz-ə bərabər olacaq idi. Bu da oldu 10. Demək ki, ikinci halda bizim tezliyimiz deməli oldu 10 Hz. Deməli, biz sıxlaşmaları artırdıkça tezliyin də miqdarı böyümüş oldu. Və növbəti suala baxaq. Sxem üzərində seyrəlləşmə və sıxlaşmanı. Seyrəlləşmə artıq deyirik biz burada. Sarı rənglə göstərim. Bax, seyrəlləşmə olan hissə bax budur. Buna yaza bilərsiniz. Seyrəkləşmə. Seyrək yazdım mən burada qısa olaraq. Sıxlaşma isə bax bu olan hissədir. Buna da yazarsınız. Bax bu sıxlaşmalar. Həmçinin səsin yayılma istiqamətini göstərin. Fikir verin, səs soldan sağa doğru yayılıb. Hansı halda seyrələşmə və sıxlaşma arasında məsafə daha qısadır? Hər birində bütün amplitudlar bir-birinə bərabərdir. İstəyir seyrələşmə, istəyir də sıxlaşma arasındakı məsafələr bir-birinə bərabərdir. Sonra növbəti öyrəndiklərinizi yoxlayın hissəsinə keçək. Öyrəndiklərinizi yoxlayın hissəsində birinci sualı oxuyaq. Deyir ki, cümlələri verilmiş sözlərlə tamamlayın. Nigarə elm mərkəzində bura yazaraq tezliyi fərqli rənglə göstərib gözləriniz ağrımasın. Tezlik. Nigarə elm mərkəzində tezliyi 512 Hz olan kamerton götürdü. Ona 8 ilə yavaşca vurduqda zil səs çıxdı. Daha da bərk vurduqda isə səs ilə eyni tonda, amma daha gur səs çıxdı. Nigar bu fərqi kamertona daha çox enerji ötürməsi ilə izah etdi. İkinci suala baxaq. Aşağıdakı fikirlərdən doğru və yanlış olduğunu müəyyən edin. Yəni, hansı doğrudur, hansı yanlışdır, onu müəyyənləşdirək. Xəttkeşin ucu 8 dəfə rəqsi hərəkət edibsə, bu hərəkətin tezliyi 8 Hz-dir. Bəli, uşaqlar, bu doğrudur. İnsanın eşitmə aralığı 20 Hz və 2000 Hz-dir. Xeyr, insanın eşitmə aralığı 20 Hz ilə 20.000 Hz arasındadır. 2000 yox. Ona görə bu səhv idi. Səsin gürlüğü Hz vahidi ilə ifadə olunur. Xeyr, səsin gürlüğü Hz yox. Bayaqlarda dedik əslində desibel ilə ifadə olunur. Demək ki, bu da səhv idi. Səsin tonu səs mənbəyinin materialından da asılıdır. Bəli, əlbəttə ki, səsin tonu səs mənbəyinin materialından bir növ asılıdır uşaqlar. Belə sizinlə bu şəkildə öyrəndiklərinizi yoxlayın və öyrəndiklərinizi tətbiq edin hissəsindəki tapşırıqları işləmiş olduq. Bu qədər uşaqlar, sağ olun.